Bismillahirrahmanirrahim. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. İnşallah ki bu günləri Maida surəsinin 55-ci ayəsi ilə bağlı əhli müxaliflərin bizə dırnaq içində atdığı şübhəyə inşallah ki öz təqdimatımda bacardığım qədər qısa amma lakonik cavab verməyə çalışacağam. Birinci ayəni oxuyaq görək. Quran-ı Kərimdə Maida surəsinin 55-ci ayəsində Allah nə deyir? Bismillahirrahmanirrahim. İnnəmə veliyekumullahu və rasuluhu vəllezine amanu ellezine yuqimunəs-salate və yu'tunəz-zakate və hum raqi'un. Əhli müxaliflər bu ayədə bizlə müxalif olan sözlərdən biri valiyakum sözündəndir. Çünki valiyakum Mövla sözündən götürülüb. Yəni ki, orada rəhbər yox, dost mənasında işlənilir. Yaxşı, mən Sabuhi, siz əhli xilafların tərcüməsini, mənasını qəbul edərək belə başa düşürəm ayəni ki, Allah buyurur ki, innəmə, yəni yalnız, ancaq innəmə sözü nə deməkdir? Ümumdan xüsusa təqdim edir. Ümum məsələni xüsusə təqdim edir, xüsuslaşdırır. Necə ki, məsələn, adi bir cümlə qurub desək ki, hamı işə tələsirdi, ancaq işə tez gələnlər istisna. Hamı işə tələsirdi, ümumdur. Ancaq işə tez gələnlər artıq ümumdan çıxardılır, xüsusa təqdim olunur. Bunu inşallah ki, ərəb dili bilənlər daha gözəl başa düşər və anlayır. Deyir ki, innəmə, yalnız, artıq məxsusən deyir, məxsuslaşdırır. Veliyekumullahu, dostluğuz Allahdır. Və rasuluhu və rasuludur. Vəllezine amanu və iman gətirənlərdir. Ellezine yuqimunəs-salate, onlar gözəl halda namaz qılarlar. Və yu'tunəz-zakate, onlar zəkat verərlər. Və hum raqi'un, ruku halında. Oradakı vav ətfdir. Yəni sözü bir-birinə bağlayan. Yəni mənim dostum yalnız Allah olmalıdır, onun rəsulu olmalıdır, iman gətirənlər olmalıdır. Hansı iman gətirənlər? Xüsusa verməlidir. Xüsusa deyir ki, xüsusiyyətini bildirir. Quran məlumdur ki, adla yox, xüsusiyyətlə danışır. Çünki addan istifadə etmək hasandır, amma xüsusiyyətdən istifadə etmək qəliz və qeyri-mümkündür. Məsələn, bir cümlə qurub desək ki, Sabuhi, Mehdi filan işi gördü. Nə çox Sabuhilər var, nə çox Mehdilər var. Ad oxşar ola bilər, amma desək ki, Qaraşın, saqqallı Sabuhi filan işi gördü, artıq məlum olur ki, xüsusiyyəti ilə bəlli olur. Ona görə də Quran-ı Kərim zatən elə xüsusiyyətlə danışır. Çünki ada qalsa, Quran-ı Kərimdə Zeyd ibn Harisdən başqa adı yoxdur sahabələrin içində. Amma nə əhl-i sünnə, nə əhl-i şiə Zeyd ibn Harisdən nə fiqh məsələsini götürür, nə də hüccət bilir, nə də ki, xəlifələrdən olub. Yəni, adın bir o qədər də mənası daşımır, amma xüsus hallar istisna olmaq şərti ilə. Burada da Allah-u Teala xüsusa nə deyir? Hansı dostum olmalıdır? Ruku halında zəkat verən. Ruku halında zəkat verən mənim dostum olmalıdır. Ayədə əmirdə gəlir, məlumdur ki, çünki innəmə ilə başlayır, yalnızdan başlayır, xüsusa vurur, vurğu var burada. Onda belə məlum olur ki, əhli müxaliflərin təqdim etdiyi tərcüməyə belə başa düşməliyəm ki, mənim anam, atam, bacım, qardaşım, dostum, sinif yoldaşım, tələbə yoldaşım, əsgər yoldaşım, iş yoldaşım mənim dostum ola bilməz. İstisna. İstisna nədir? Onlar şərtdir ki, ruku halında zəkat versin. Çünki Quranın tərcüməsi əhli müxalif mənə belə təqdim edir. Bu da həm məntiqə, həm də ki, Quranın digər ayəsinə ziddir. Yəni, ziddiyyət həm əqli cəhətdən var, həm də ki, nəqli cəhətdən var. Çünki Quran-ı Kərimdə digər ayələrdə ümumən deyir ki, möminlər sizin dostunuzdur. Və salam, xüsusiyyət aid etmir. Burada xüsusiyyət aid edirsə, demək ki, o birisi ayənin hökmünü salmalıdır. Amma biz o birisi ayənin hökmünü salmağını görmürük. Burada belə məsələlər var. İndi isə inşallah ki,
Keçək ikinci məsələyə ki, əhli müxaliflərin bir qrup alimləri, tələbələri və cahil toplumda yaşayan bəzi şəxslər iddia edirlər ki, yaxşı, Əmir əl-Möminin Ali ibn Əbu Talib əleyhissalam qəbul etsək ki, ruku halında zəkat verdi, müstəhəb namazında, onda Əmir əl-Möminin əleyhissalamın namazı qəzaya getmiş olur və ya huş halından çıxmış olur namazı. Niyə? Çünki fikri, diqqəti, zehni fəqirdə qaldı. Fikir diqqət fəqirdə qaldısa, avtomatik nə olur? Huş halına namazından xaric olur. Bunun cavabı isə bizdə Qur'an-ı Kərimdə Ali İmran surəsində cavabımız var. Cavabımız inşallah Ali İmran surəsinin 38-ci və 39-cu ayəsindədir. 38-ci ayəsində Əlixan Musayevin tərcüməsi ilə oxuyaq inşallah ki, deməsinlər ki, tərcümədə xətadır. Bismillah. Zəkəriyya orada Rəbbinə dua edib dedi: Ey Rəbbim, öz tərəfindən mənə pak bir zürriyyət bəxş et. Şübhəsiz ki, sən duaları eşidənsən. Zəkəriyya əleyhissalamın Allahu Teala'ya etdiyi dua. 39-cu ayədə davamdır. Buyurur ki, Zəkəriyya mehrabda durub namaz qılarkən mələklər ona belə xitab etdilər, yəni belə dedilər. Nə halda? Namaz halında. Mələklər nə dedi? Quran deyir, Allah səni, Allah tərəfindən olan kəlməni, yəni duanı təsdiq edən, qövmün ağası, nəfsinə hakim və əməli salihlərdən bir peyğəmbər olacaq Yəhyə ilə müjdəliyir. Əgər ki, kimsə çıxsa və desə ki, Zəkəriyya əleyhissalamın namazı batildir, həmən şəxs məlumdur ki, İslamdan çıxar, kafir olur. Çünki Quran ayəsinə və Peyğəmbərə nə edər? Şirk edər. Çünki Allah bunu bəyəndi və öz kitabında yazdı və Zəkəriyya əleyhissalamın namazın batil olacağı haqqında heç nə demədi və ona xəbər verənlər mələklər idi. Mələklər də Allahın icazəsi olmadan bir iş görməzlər, bu əqidəmizdədir. Bir məsələ var, Zəkəriyya əleyhissalam mehrabda durub namaz qılarkən mələklər ona dedi. Düzdür? Sual çıxır ortaya, Zəkəriyya əleyhissalamın fikri qaldı mı mələklərdə? Çünki bu müjdə idi. Burada artıq mövzu bağlanır. Desək ki, fikri qaldı, huş halından çıxdı, artıq bu nöqsandır və nöqsan da qəbul olunmaz və Quran-ı Kərimdə yazılmaz və Zəkəriyyənin bu haqda tövbəsi yoxdur. Demək ki, bu nöqsan deyildi. Əgər ki, Zəkəriyya əleyhissalamın nöqsanı yoxdursa, Əmir əl-Möminin əleyhissalamın nöqsanı yoxdur. Çünki orada da mələklər gəldi. Nə dedi? Müjdələdi Yəhyə ilə. Əmir əl-Möminin əleyhissalam da burada nə etdi? Fəqirə rukalında üzüyün zəkat etdi. Eyni mənadır, amma fərqli zamanlarda və fərqli hallarda baş verir. Və keçək başqa bir məsələyə ki, əhli müxaliflər deyərlər ki, Peyğəmbər sonradan Peyğəmbər olar. Elə bu ayə sübutdur ki, Peyğəmbərlər Peyğəmbər kimi doğular. Sadəcə əyan olmağı icazəsi fərqli zamanlarda baş verər. Çünki əgər ki, Peyğəmbərlər Peyğəmbər kimi doğulmasaydı, Allah-u Teala Yəhyanın doğulmamışdan qabaq onu Peyğəmbər olacağını, Peyğəmbər kimi doğulacağını bəyan və xəbər etməzdi. Məlumdur ki, Muhammed Mustafa sallallahu aleyhi və səlləm bütün Peyğəmbərlərdən, mələklərdən üstündür. Məlumdur ki, burada Yəhyadan da üstündür. İnşallah ki, cavabı təhvil verə bildik sizə. Başqa suallara keçməyə məncə ehtiyac bilmirəm. Ayənin şə'n-i nüzulunun və yaxud təfsirinə girməyə ehtiyac bilmirəm. Təfsir zatən məşhurdur, hamı bilir. Cavab məlumdur ki, rukalında zəkat verən şəxs Əmir əl-Möminin əleyhissalam idi. Bir nöqsan da dırnaq içində verə bilərlər ki, orada cəm verir ayə, zəkat verənlər cəm verir ayə. Əmir əl-Möminin əleyhissalam tək idi. Bunun da Allahın izninin cavabımız Ali İmran surəsinin 61-ci ayəsində tapa bilərik. Çünki Ali İmran surəsinin 61-ci ayəsində ayə buyurur ki: "Və nisə'ənə
Və nisəəkum. Siz öz qadınlarınızı, biz öz qadınlarımızı çağıraq. Ayə burada da cəm gəlir. Və nisəənə və nisəəkum. Ayə cəmdə gəlir. Amma şən nüzuluna baxanda burada artıq əhl-i sünnə, əhl-i şiənin təfsiri ilə müttəfiqdir. Bunu artıq danmaq qeyri-mümkündür, məşhurdur ki, orada gələn xanım Fatimə Zəhra salamullahu əleyha idi. Xanım özü tək idi. İndi bunun məqamı nə idi? Burada sir nədir? Onu artıq gələn təqdimatda Allahın izni ilə təqdim edərək ki, yəni bütün qadınların ən üstünə xanım Fatimə Zəhra sallallahu əleyhə idi. Ona görə də ayə cəmdə gəlməyinə baxmayaraq, cəmdə gələn tək idi. Yəni bir qadın cəmdən üstündür və sar və ilaxır. Bu da elə əhl-i sünnə təfsirlərində öz yerini tapmışdır. Sədəqallahu aliyul azim. Əla lənətullahi əlil qavmi zalimin.